Mən Cəlilabad rayonunda olan heyvan bazarının açılmasından ötəri 4 dəfə, 5 dəfə canlı yayın açmışam, müraciət eləmişəm. Cəlilabad rayon deputatlarına, Cəlilabad rayon icra hakimiyyətinin başçısına, Cəlilabad rayonunun ən yüksək vəzifəli vətəndaşı Kərəm Həsənova, yəni ta kimə müraciət edeyim, qardaş mən burada. Bu rayonun digər rayonlar kimi vətəndaşların iki məşğuliyyəti var. Bir, əkinçilik, iki, maldarlıq. Rayonda zavod yox, rayonda fabrik yox, rayonda digər sənaye müəssisələri yox, rayonun gəncləri böyük əksəriyyət daş kərxanalarında can verir. Yəni bu insanların problemlərinin artırılmasından ötəri tay neynəmək istəyirsiniz? Qardaş, kəndlərdə yaşayan insanların məşğuliyyəti heyvandarlıqdır. Adamlar da bu ildən o ilə 3 dənə, 5 dənə heyvan saxlayırlar. Gətirirlər o heyvanı da satmaq üçün gedirlər Biləsuvar'a, Bərdiyə, Səlyana və digər rayonlara. Eynən analoji problem adın saydığım rayonlarda da var idi. Niyə o rayonlarda o problem əlini tapdı? Niyə? Səlyanda, Biləsuvarda, Masallıda, Bərdədə. Niyə? Çünki o rayonlarda icra hakimiyyətinin başçısı və rayonun vəzifəli şəxsləri, rayondan təmsil olunan deputatlar bu məsələdə ciddi əmək sərf elədilər. Sən alarda gedib bazar açırsan, kim açır bilmirəm. Cəlilabad rayonun Həzyastanov sakinlərinə, Petrovka sakinlərinə məxsus olan örüş sahəsində kimsə zəbt edib orada bazar açır. Bu problemi aradan qaldırmaq əvəzinə digər vətəndaşlara problem yaradırlar. Onların örüş sahələri zəbt olunur. Necə ola bilir illərdir cəmaata məxsus olan örüş sahəsinin təyinatı dəyişdirilir, yaxud alarda o boyda ərazi yenidən bazar kimi qurulur, orada işlər görülür, hazırki mal bazarı fəaliyyətsiz qalır və insanlar min bir əziyyət çəkirlər. Niyə qardaş? Sonra deyir ki, ətin qiyməti niyə qalxır? Niyə kəndlərdən insanlar köçür? Niyə sərhəd yanı kəndlər boşalır? Özümüzü öldürdük biz. Sərhəd yanı kəndlər boşalır. Sərhəd yanı kəndlərdə yaşayan insanlar problemlərdən qaçır. Biz özümüzü öldürdük, mən 2019-cu ildən bu məsələdən danışıram. Sağ olsun indi Cəlilabad rayonundan təmsil olunan deputatların bəziləri danışır. Sərhəd yanı kəndlər boşalır, insanlar sərhəd yanı kəndlərdə daha yaxşı yaşamalıdır, o problemlər həll olmalıdır. Ki biz özümüzü öldürdük ya bundan ötəri. Mən axırda həbs olundum bu problemlərə görə. İndi də hansı yayıma çıxıran vətəndaşlar yazırlar ki, Elnur Şükür mal bazarından danışır. Mal bazarından nə qədər danışarlar? Bir problemdən bir dəfə danışarsan, 2 dəfə danışarsan, 3 dəfə danışarsan, adam bezirsən, yorulursan, əsəbləşirsən. İnsanlar, Cəlilabad rayonunun kəndlərində yaşayan insanlar gəlirdilər. Bu bazar günü 3 dənə, 4 dənə quzu alırdılar, 5 dənə qoyun alıb aparıb, bir həftə kətdə otarırdı, gətirirdik. Qoyunun üstündə 5 manat, 10 manat pul qazanırdı. O 10 manatı çox görürsünüz kəndlilərə. O 10 manatı, o 20 manatı kəndliyə çox görən zalım. Sən bilmirsən, sən bir günləri Allahın qəzəbinə düçar olacaqsan. Bilmirsən sən bunu.